What's the passage mainly about? Doğru cevap Y variantı. The advantages and disadvantages of homeschooling. Why should families carefully consider homeschooling before choosing it? Doğru cevap C variantı. Because parents must balance challenges such as social development and subject difficulty. Homeschooling also allows families to adjust schedules more freely, making it easier. Cümləni fikri tamamlamaq tələb olunur. Doğru cavab B variantı. To plan trips, enjoy hobbies or participate in local community events. Fikirlərin doğru və ya yanlış olduğunu müəyyənləşdirin. Homeschooling guarantees better social skills for all students. Bu yanlış fikir idi. Əksinə, sosial cəhətdən uşaqları geri salır. Homeschooled students always have access to school clubs and sport teams. Bu da yanlış fikir idi. Onların cədvəlləri fərqli olduğu üçün bu tip aktivitelərə, fəaliyyətlərə qatılmaq onlarda çətinlik yaradırdı. Homeschooling allows lessons to be adjusted to a student's learning pace. Bu doğru ifadədir. Parents can closely follow their child's academic progress in homeschooling. Bu da doğru cavabdır. Mətni oxuyun və sualı cavablandırın. Doğru cavab D variantıdır. The fair will finish in the afternoon. Burada göstərir ki 4 PM-də bitəcək və bu afternoon hesab edilir. Mətnə əsasən düzgün fikri seçin. Doğru cavab A variantı. The bookstore is open for 9 hours every day. Doğru fikirdir. 10 AM-dən 7 PM-ə. Mətnə əsasən düzgün fikri müəyyənləşdirin. Doğru cavab B variantıdır. You can get a free coffee if you buy one during the special hours. Buy one coffee, get one free. Doğru fikirdir. Mətni oxuyun və 8-12-ci sualları cavablandırın. Mətin nə haqqındadır? Düzgün cavab A variantı. The unexplained disappearance of a ship's crew. Gəminin heyətinin izah edilməyən yoxa çıxması haqqındaydı. Yanlış fikri müəyyənləşdirin mətnə əsasən. C variantı. There were clear signs of a fight on a board ship. Əksinə, orada heç bir mübarizə və ya döyüş izinə rast gəlinmir. Although the Orang Medan was found floating in the Pacific Ocean. Cümləni tamamlamaq tələb olunur. Doğru cavab D variantı. All of its crew members had surprisingly disappeared. Yəni gəmi özü okeanda üzməyə davam eləsə də, bütün gəmi heyəti bir anda yoxa çıxmış. Why has the mystery of the Orang Medan never been solved? Nəyə görə bu sir heç vaxt açılmır? Düzgün cavab Y variantı. Because the ship caught fire and sank, taking all the evidence with it. Çünki gəmi yanır və batır və içindəki bütün sübutları da özü ilə aparır. Mətnə əsasən hansı fikirlər doğrudur? The crew sent several messages explaining why they were leaving the ship. Xeyr, onlar tərk etmələri ilə bağlı heç bir mesaj göndərmirlər. The mystery was solved after the ship was carefully examined. Təəssüf ki, gəmi araşdırıla bilmir, çünki o batır. Doğru cavab 3-4. The ship was found empty, but there were no signs of damage. Gəmi boş tapılmışdı və orada heç bir zərər izi yox idi. The ship's logbook showed that everything was normal before the last message. Bu da doğruydu. Son mesajdan öncə hər şeyin normal olduğunu göstərirdi. Düzgün variantı göstərin. Very adi dərəcənin göstəricisidir. Buna görə də birinci tərəfdə adi olmayanları atırıq. İkinci tərəfdə dən müqayisə dərəcəsinin göstəricisidir. Lakin burada heç bir isim qeyd edilməyib. Buna görə də bizə article lazım deyil. Ona görə düzgün cavab D variantı. When we. Birinci tərəfdə biz when-ə görə arrived və ya arrive istifadə edə bilərik. Digər variantlar yanlışdır. İkinci tərəfdə isə burayla uzlaşdırıb, yəni birinci tərəfin zamanla uzlaşdırıb they were finishing verə bilərik. Doğru cavab B variantı. Biz çatanda onlar iclası bitirirdilər, yəni bitirmək üzrə idilər. Cəm isimləri göstərin. Intelligence sayılmayan isimdir, təkdədir. Poultry cəmdə olan isimdir. Mittens cəmdə olan isimdir.
News sayılmayan isimdir. Bunu da atırıq. Measles qızılca xəstəliyidir. Buradakı S cəm şəkilçisi deyil. Altıları da atırıq. 2, 3, 5. B variantı doğru cavabdır. Doğru variantı seçin. Sri Lanka tək olduğu üçün biz onun qarşısında artikel işlətmirik. Island sözü sayıla bilən təkdə olan isim olduğu üçün is an island doğrudur. Və in Indian Ocean burada Indian okeanın adıdır. Buna görə də D artiklı ilə istifadə etmək lazımdır. Yəni doğru cavab B variantı. Düzgün variantı seçin. A few sayıla bilən cəm isimlərlə işlənir. Burada centers olmalıydı. Buna görə də bir səhvdir. A good advice. Advice sayılmayan isim olduğu üçün artiklla işlənə bilməz. 2 yanlışdır. Many shoe shops. Many sayılan cəm isimlərlə işlənir. Shops cəmdədir. 3 düzdür. Much sayılmayan isimlərlə işlənir. Feels cəmdədir. 4 səhvdir. Few sheets of paper ofdan öncəki sözümüz cəmdədir və few sayılan cəmlərlə işlənir, yəni düzgündür. Doğru cavab B variantı. Düzgün pronounu, yəni əvəzliyi seçin. Advice sayılmayan isim olduğu üçün these, those əvəzliklərlə işlənə bilməz, onlar cəmlərlə işlənir. Hers isə müstəqil yəq əvəzliyidir, özündən sonra isim gələ bilməz. B və D variantları qalır. İkinci tərəfdə isə will help xəbərdir, özündən öncə mübtəda lazımdır. Mübtəda rolunda isə it əvəzli işlənir. Doğru cavab D variantı. Düzgün variantı seçin. 3 million children yanlış ifadədir. Million sözü yalnız ofla işləndiyi zaman cəmlənə bilər. 1 yanlışdır. 50 chairs doğru ifadədir. 50 stol. The chapter 2 burada artikla ehtiyac yoxdur. 1000 pages doğrudur. 100 olmalıydı. Ona görə də 5 yanlışdır. Doğru cavab B variantı. Yanlış variantı seçin. A variantında Mahir always thinks highly about himself düzgündür. We saw a lot of high buildings in a center düzgündür. C variantında in order to enter university you should study hardly yox. Burada hard verilməliydi. Çox çalışmalısınız. Hardly isə nadirən çalışmalısınız deməkdir. Bu doğru ifadə deyil. Sözləri mənaları ilə uyğunlaşdırmaq lazımdır. Steel 1-ə A uyğun gəlir. A strong hard metal used for building and making machines. Polad deməkdir. Brick 2-yə B uyğun gələcək. A hard rectangular block used for building walls. Relief'ə uyğun gələcək C və properly uyğun gələcək D variantı. Yəni 1A, 2B, 3C, 4D. B variantı doğru cavabdır. Düzgün variantı göstərin. If you get any further information, enidən sonra artikel gəlmədiyi üçün B və D variantlarını atırıq. Further fiziki mənada uzaqlıqdan söhbət getdikdə işlədilir. Ona görə yanlışdır. Birinci tərəfdə C və Y variantları düzgündür. Please send it to me. Immediately, dərhal onu mənə göndərin. Lately, son zamanlar, son vaxtlar mənasını verir. Bu cümlədə bizə uyğun gəlmir mənası. Cavab C. Düzgün zaman formasını göstərin. While olan hissədə biz davam edici zaman işlədirik. Buna görə də ikinci tərəfdə davam edici olmayanları atırıq. Y variantı, C variantı, A variantı yanlışdır. B və D variantları uyğun gəlir. D variantının isə birinci tərəfi ilə ikinci tərəfi uzlaşmır. Buna görə də doğru cavab B variantı. Choose the correct variant. Düzgün variantı seçin. Birinci, 2 weeks notice doğrudur. İkincidə mən bu şəkildə cəmlənməməliydi. Kökündən dəyişən isimdir. Apostrofesi olmalıydı. Yanlışdır. 3 doğrudur. 4 doğrudur. 5-də isə artıq boys S ilə cəmləndiyi üçün onun yərik halında sadəcə apostrofdan istifadə etmək lazım idi. Doğru cavab C variantı. Düzgün antonim cütünü göstərin. Immense və huge sinonimdir. Yəni antonim deyil. Casual gündəlik, formal isə rəsmidir. 2 doğru olacaq.
Untidy, neat, səliqəsiz və səliqəli antonimdir. To argue, to quarrel hər ikisi sinonimdir. To pray, to agree isə nə antonimdir, nə də sinonim. Doğru cavab 2-3. Şəkillərə baxın, məntiqi ardıcılığı gözləyərək ən az 35 sözdən ibarət hekayə qurun. Hekayəni qurarkən sözlərin söz ehtiyatının zənginliyinə və qrammatikanın düzgün olmasına diqqət etmək lazımdır.